Belə bir sual gəlib, deyir əməliyyatdan sonra burnum sanki əyri görsənir. Bu nə dərəcədə düzgündür? Əslində çox yaxşı və çox maraqlı sualdır. Əməliyyatdan sonra burun, ilk mərhələdədirsə də, yəni, yeni əməliyyat olunmuş burundur, ödümlər şişdirsə də burnumuz əyri görünməsi normaldır. Çünki burun 2 ayrı hissələrdən ibarətdir. Sağ və sol yanaqlarımıza uyğun sağ və sol sümüklərimiz var və, bəzən sağalma dövründə 2 tərəfdə simmetrik şəkildə sağalma getməyə bilər və bir tərəf digər tərəfə nisbətən şişkinlik gec oturduğuna görə asimetrik bir görüntü ola bilər. İlkin mərhələlərdə, ilkin aylarda bu normaldır. Yox, əgər bu problemlər, zaman keçdikcə daha qabarıq büruzə verirsə və artıq əməliyyatın 1 ili tamam olunub, hələ də burnumuzda əyri görünən bir mənzərə varsa, burada deməli ki, düzgün getməyən nəyisə bir problem var və bunun üçün də mütləq şəkildə yeni əməliyyat olunmuş burunlarda əməliyyat günündən 1 ilimizin tamamına qədər kontrol müddətləri çox önəmlidir ki, vaxtında həkimə müraciət olunsa, bəlkə də hansısa bir masaj və yaxud da ki, hansısa bir prosedurla düzəltmək mümkündür. Şişkinlik ödəmə bağlı bir şeydirsə. Yox, əgər orada anatomik bir problemdirsə də əlbəttə ki, artıq burada başqa bir müdaxilələrə ehtiyac duyula bilər.